Salam, xoş gördük hamınızı. Bugün sizə şənbə günü gördüyüm işlər çəkmişəm. Səhər oyanan kimi uşaqlar oyanmamış, dedim onlar üçün bu vaflidə vafli eləyim. Birinci dəfə idi eləyirdim, hələ ki alınandan eləməmişdim. Ona görə dedim sınayım, görüm necə alınır. Birinci dəfə eləməyimə baxmayaraq çox gözəl alındılar. Resepti elə alladik necə eləyirik, pankekləri o xəmirdən hazırladım. Birinci dəfə qaba yağ vurdum, amma heç vurmasam da ehtiyac yox imiş yağa, çünki heç yapışdırmadı. Elə bir dəfə yağ vurdum, ondan sonra heç yağ vurmadım, elə xəmiri tökürdüm, belə də qəşəng bişirirdi. Sadəcə xəmiri biraz çox tökmək lazım idi ki, belə tamam bütöv alınsın, belə qıraqları boş qalmasın. Səhər yeməyindən sonra başladım artıq günorta yeməyini hazırlamağa. Dünəndən 2 dənə belə toyuq almışdıq. Onların ikisini də təmizlədim ki, seçim mənə nə qədər lazımdır, götürüm bugünlük yeməklik. Qalanını da artıq qoyum dondurucuya başqa yeməklər üçün. Ətləri də beləcə doğrayandan sonra seçib pinqvin torbalara qoyuram. Üstünə də yazıram ki, hansı yemək üçündür. Çünki sonradan seçəndə ucu donur deyə alınmır. Adam bilmir ki, nə qoyubdu. Ona görə üstünə yazıb qoydum ki, hansı nə yemək üçündür. Elə daha rahat, asan olur. Bugün də sup elədim. Duru yeməkdir. Hava da sərindir deyə ona görə sup daha yaxşı olardı. Uşaqlar da bu supu çox sevdikləri üçün ona görə elədim. Düzdür, ətindən yemirlər. Mən sadəcə ətin içinə qoyuram ki, dadı çıxsın. Əti özümüz yeyirik. Uşaqlar yemirlər. Ona görə onlara ət çəkmirəm. Ancaq ki, elə suyundan, makaronundan, kartuşkasından çəkirəm, yesinlər. Yenə buna da şükür ki, heç olmasa yeyirlər, sevirlər bu yeməyi. Güllərimi də yudum. Mən bu videonu çəkmişdim bir həftə qabaq. İndi mən paylaşıram bunu şənbə günü, amma mən bunu keçən həftə şənbə günü çəkmişəm bu videonu. Ona görə güllər hələ ki belə təzə, yaxşıdılar. Burada hələ ki bir həftə idi biz bu gülləri almışdıq. Ona görə belə yaxşı idilər. Artıq bu yuduğumun üstündən bir həftədə keçib güllər demək olar ki, solublar. Elə hərdən suyunu dəyişirəm, gündə bir dəfə suyunu dəyişirəm, suyun içinə qənd qoyuram. Bir də bu yaxında gördüm mən Instagramdakı gülün içinə buz da atırlar. Sadəcə məndə buz yox idi, baxdım dondurucuya, dedim bəlkə ola, amma gördüm yox, buz biz yayda hərdən qoyuruq ki, sərin su istəyəndə suyun içinə qatıb içməyə. Amma belə baxdım ki, buz yoxdur, ona görə eləcə qənd qoydum. Bu zəfərandır, bunu mən İran mağazindən almışdım. Düzdür, biz zəfəranı elə də çox işlətmirik. Bu da mixəkdir, onu da İran mağazindən almışdım. Kilodan satırlar. Zəfəran kilosu 50 manat idi. Burada mən hardasa, məncə 5 manatlıq olmalıdır, ya 4 manatlıq belə. Xeyli vaxta düşür. Bu bizə bəlkə də bir 2 ilə bəsdir. Çünki biz onu ancaq ki, elə halvada işlədirik. Başqa aşağı işlədənlər var, biz sadəcə işlətmirik. Çünki uşaqlar sevmirlər, elə qaynanam həmişə sarı kök tökür. Amma mən zəfəranı çox sevirəm, halvada da sevirəm. Şirəsinə ki, tökürlər, çox dadlı olur. Ona görə elə bu qədər aldıq ki, bu qədər bizə xeyli bəsdir. Nə vaxtsa lazım olar, yenə alarıq inşallah. Axşama da uşaqlar sevirlər belə südlə kaşanı. Həmişə düyünlə eləyirdim, mannadan çox eləmirəm. Çünki manna deyirlər ki, ziyandır.
qanazlığı yaradır. Ona görə manna mən demək olar ki, 3 ayda bir dəfə bişirərəm uşaqlara. Ona görə evdə yox idi. Aldıq. Dedim uşaqlara bişirim, çünki Məleykənin ürəyi istəyirdi. Deyirdi ki, mama o belə jülə kimi olandan al. O mannanı çox tökəndə o biraz bərkiyir, onlar elə sevirlər. Dedim bu dəfə də belə eləyim, manna eləyim. Həmişə düyünlə eləyirəm. Düyünlə sevirlər, yeyirlər. Sara da bağçada kaşa yeməyi artıq öyrənib. Hər səhər onlara kaşa verirlər. Düyü kaşası olmalıdır məncə. Verirlər, ona görə Sara artıq öyrəşib. Ona görə Sara da bəyəndi, yedi. Düyü kaşasını onsuz da yeyirdi, eləyirdim tez-tez. Amma mannanı hələ ki eləməmişdim deyə balaca vaxt eləmişdim, yeyirdi. Ona görə bilmirdim yeyəcək yoxsa yox, amma şükür Sara da bəyəndi, yedi. Mən həm də şəkər tökürəm, elə adamlar var şəkər tökmürlər, amma uşaqlar sevirlər deyə şəkər də tökürəm mannanı bişirəndə. Bir də üstünə yağ qoyuram, düzdür. Uşaqlar elə də sevmirlər, amma yenə də qoyuram ki, biraz da olsa dadı yaxşı olur onda. Sizinlə də artıq sağollaşım. İnşallah gələn vloqlarda görüşərik.